Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Deməli, Allah subhanahu ta'ala Quran-ı Kerimdə və Peyğəmbər sallallahu aleyhi və səlləm öz sünnəsində ixtilaf etməyi daima qınayıb və məzəmmətləyib və dinimizdə bu qınanılan və çəkindirilən əməllərdən sayılır. İxtilaf etmək və ya ixtilafa düşmək və həmçinindəki ixtilafa düşən kimsələrin məzəmmətlənməsi şəriətimizdə varid olub. Və ixtilaf barəsində Peyğəmbər sallallahu aleyhi və səlləm İrbad ibn Səri radiyallahu anhudan gələn hədisdə buyurur ki, İrbad ibn Səri radiyallahu anh deyir ki, وَعَظَنَا رَسُولُ اللّٰهِ sallallahu aleyhi və səlləm مَوْعِظَةً كَأَنَّهَا مَوْعِظَةِ مُوَدِّعٍ وَجِلَتْ مِنْهَا الْقُلُوبِ وَزَرَفَتْ مِنْهَا الْعُيُونِ. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə namazı qıldıqdan sonra moizə etdi, nəsiyyət etdi və onun moizəsindən sonra qəlblər titrədi və gözlər yaşardı. Və biz dedik ki, Allahın elçisi, sanki bu vidalaşan bir kimsənin moizəsidir. Və bizə nəsiyyət elə, bizə tövsiyə elə, nəyi tövsiyə edirsən? Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, Usikum bi təqvallah və səm'i və ta'a. Sizə Allahdan qorxmağı tövsiyə edirəm və əmir sahiblərini eşidib itaət etməyi tövsiyə edirəm. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ فَسَيَرَى اِخْتِلَافًا كَثِيرًا. Sizdən kim məndən sonra yaşayacaqsa, çoxlu ixtilaflar görəcək. Çoxlu ixtilaflar görəcək. Və İbn-i Qayyim rahimehullah hədisin bu hissəsini zikr edir. Və İbn-i Qayyim rahimehullah buyurur ki, Həzə zəmmun lil-mutəxəllifin. Yəni, hədisdə keçən bu cümlə, yəni məndən sonra kim yaşayacaqsa, çoxlu ixtilaflar görəcək. Yəni, bu ixtilafa düşən kimsələrin məzəmmət olunmasıdır, qınanılmasıdır. Və təhziru mən min suluki səbilihim. Və həmçinin ixtilafa düşənlərin insan yoluna düşməsindən, onların ardınca getməsindən çəkindirməkdir. Və innəmə kəthurəl ixtilafu və təfəqəmə əmruhu bisəbəbi təqlid. Və ixtilafın çoxalmasının və işin bu cür çətinləşməsinin səbəbi nədədir? Təqliddə, kör-köranə təqliddə. Kör-köranə təqlid səbəbi ilə yəni insanlar arasında ixtilaflar çoxaldı. Və əhluhu humullezine fərraqud-dinə və sayyaru əhləhu şi'an. Və İbn-i Qayyim rahimehullah buyurur ki, bu kimsələr, yəni təqlid əhli, kör-körana təqlid edənlər və ixtilafa düşən kimsələr, bunlar dini parçalayan kimsələrdir. Bunlar din əhlini dəstələrə, hizblərə bölən kimsələrdir. Kullu firqatin tansuru mətbu'aha və təd'u ileyhi. Yəni, hər bir firqə, hər bir dəstə öz imamına yardım edir. Öz təqlid etdiyi, ardınca getdiyi o başda olana yardım edir və ona çağırır. Və təzummu mən xaləfəhə. Və özünə müxalif olanı da qınıyır, məzəmmətləyir. Və lə yəravnəl əmələ bi qavlihim. Özünə müxalif olan kimsənindir ki, sözünə heç vaxt əməl etməyi icazəli görməz. Yəni, baxın, hətta bugünkü gün, yəni bu bidət əhlində, məzhəb təəssübkeşliyi eləyən kimsələrdə belə, yəni bu cür şeylərə rast gəlmək olur. Və ta qədimdən də bu belə olub ki, yəni, neynirlər? Öz imamlarına dəvət eləyirlər, öz imamlarına çağırırlar, özlərinə müxalif olanları məzəmmətləyirlər, qınıyırlar və özlərinə müxalif olan kimsənin sözünə əməl etməyə heç vaxt icazə vermirlər.
Hətta kəənnəhum millətun uxra sivahum. Yəni sankidir ki, hətta onlar yəni bir millətdilər. Yəni sanki onlar yəni dindən belə görmürlər. Yəni müsəlmançılıqdan belə görmürlər özlərinə müxalif olanları. Yəni hətta bu ta qədimdən belə olub. Yəni şafilər olub ki, məsəl üçün Şafi məzhəbində olan təəssübkeşilik edən, təqlid edən və kör-körana təqlidlə gedən kimsələr olub ki, deyiblər ki, Hənəfilərə qız vermərik. Yəni müsəlman görməyiblər. Və yaxud da ki, Hənəfilərdən olanlar olub ki, Şafilər barəsində deyiblər ki, əgər əlimizdə olsa, Şafi məzhəbində olan kimsələrdən cizyə alardıq. Yəni cizyə kafirdən alınan bir şeydir. Yəni görürsən ki, hətta təkfir həddinə belə gəlib çatıblar. Və bu da ki, əlbəttə onların yəni ixtilafa düşmələrinin və təqlidinin problemi idi. Və bu bidət əhlinin xüsusiyyətlərindəndir. Hər bir bidət əhli, hər bir firqə yəni bu cürdür. Ardınca getdiyi kimsəyə dəvət eləyir və özünə müxalif olanı qınıyır, məzəmmətləyir və özünə müxalif olanın sözünə əməl etməyə heç vaxt razı deyil. Hətta yəni ki, istər xavariclər olsun, istər kör-körana təqlid edən məzhəbçilər olsun, hamısında bu var. Və bidət əhli əlbəttə ki, yəni çox təhlükəli insanlardır. Osman radiyallahu anhunu öldürən kimlər idi? Əli radiyallahu anhunu öldürən kimlər idi? Və həmçinin rəhbər olan Məmunu aldadaraq İmam Əhmədin türməyə düşməsinə səbəb olan kimlər idi? Onun orada həbs olunub, şallaqlanmasına və əzab olunmasına səbəb olan kimlər idi? Və həmçinin İbn Teymiyyə rahimehullahın həbs olunmasına və orada əziyyətlər görməsinə səbəb olan kimsələr kimlər idi? Hamısı yəni bidət əhli idi. Ona görə bidət əhli çox təhlükəlidir. Və onlar daima, İbn Qeym rahimehullah buyurur ki, onlar daima nə deyirlər? Deyirlər ki, kutubuhum və kutubuna və əimmətuhum və əimmetuna və məzhəbuhum və məzhəbuhum və məzhəbuna. Deyirlər ki, onların kitabları bizim kitabımız, onların imamı bizim imamımız, onların məzhəbi bizim məzhəbimiz. Yəni ayırırlar. Bizdə indi deyirlər, siz belə deyirsiniz, siz belə deyirsiniz. Yəni sanki elə bir ki, yəni fərq qoymaq istəyirlər. Və İbn Qeym rahimehullah deyir ki, onların deyir ki, peyğəmbəri birdir. Kitabı birdir, Quran-ı Kərim. Dini birdir. Allahı, Rəbbi birdir. Və müsəlmanlara da ki, vacib olan odur ki, bir kəlmə arasında onları bir edən tək kəlmə arasında yəni onun ətrafında toplanmaqdır. Ki, Lə ilə illallah kəlməsi ətrafında toplanmaq və yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmə itaat etmək. Və lə yəcəalu ma'hu mən təkunu əqvaluhu kənususihi. Yəni, müsəlmanlar bir kimsənin sözünü vəhiy sanaraq, yəni vəhiy edərək ona itaat etməli deyirlər. Onun ardınca getməli deyirlər. Nəyə görə deyir şeyx bunu? Çünki görürsən ki, öz məzhəb imamlarını, öz şeyxlərini elə bir vəziyyətə, elə bir formaya gətirib çatdırırlar ki, yəni hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü məzhəbin sözü ilə, şeyxlərinin sözü ilə qarşı-qarşıya qaldığı zaman hədisi tərk edirlər və məzhəbin sözünü götürürlər və deyirlər ki, bizim məzhəbimizdə budur. وَلَا يَتَّخِذُ بَعْضُهُمْ بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللّٰهِ. Və həmçinin İbn Qeym rahimehullah buyurur ki, yəni onlar, yəni müsəlmanlar bir-birlərini Allahdan qeyri Rəblər götürməli deyirlər. فَلَوْ اتَّفَقَتْ كَلِمَتُهُمْ عَلَى ذَلِكَ وَانْقَادَ كُلٌّ مِنْهُمْ لِمَنْ دَعَاهُ إلى الله ورسوله وتحاكموا كلهم إلى السنة وآثار الصحابة لقل الاختلاف وإن لم يعدم من الأرض. Və şeyx buyurur ki, əgər müsəlmanlar onların kəlməsi bir olsa, onların sözü bir olsa və onların hər biri Allaha və Rasuluna boyun əyərək ona dəvət etsələr, ona çağırsalar və aralarında düşən ixtilaflarda Allahın kitabını və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsini və sahabələrin əsərlərini hakim təyin etsələr, ondadır ki, yer üzərindən ixtilaf yox olmasa belə azalar.
Yer üzərindən ixtilaf yox olmasa belə ixtilaf azalar. Və illəm ya'dum minəl ard. Və lihədə tecidu əqallən nəsi ixtilafən əhl-i sünnəti vəl-hədis. Baxın, yəni İbn-i Qeym Rahmanullah buyurur ki, buna görə dedir ki, insanların ən az ixtilaf edənləri əhl-i sünnədir, hədis əhlidir. Ən az ixtilaf edənləri bunlardır. Nəyə görə? Çünki onlar yəni vəhyə, Qurana və sünnəyə tabi olurlar. Fəleysə alə vəcihil ardı taifətun əksara ittifaqan və aqallu ixtilafən minhum limə bənəv alə həzəl asıl. Yəni yer üzərində bu tayfadan, əhl-i sünnə vəl cəmaədən hədis əhlindən daha çox ittifaq edən və daha az ixtilaf edən başqa bir firqə yoxdur. Başqa bir cəmaat yoxdur. Bu da nəyə görədir ki, onlar bu əzəmətli əsas üzərindədirlər ki, o da Quran və sünnə və sahabələrin fəhmi üzərindədirlər. Və kulləmə kənətil firqatun anil hədis əb'ədə kənə ixtilafuhum fi ənfusihim əşəddu və əksar. Yəni, əgər bir firqə, bir toplum, bir cəmaat, bir dəstə nə qədər hədisdən uzaq olarlarsa, bir o qədər də onların arasında olan ixtilaf daha şiddətli olar və daha çox olar. Nə qədər hədisdən uzaq düşürlər, bir o qədər də ixtilafları çoxalır. فَإِنَّ مَنْ رَدَّ الْحَقَّ مَرِجَ عَلَيْهِ أَمْرُهُ وَاخْتَلَطَ عَلَيْهِ. Əgər bir kimsə haqqı rədd edərsə, onun artıq deyir, işi çətinləşər və çaşbaş qalar. وَالْتَبَسَ عَلَيْهِ وَجْهُ الصَّوَابِ فَلَمْ يَدْرِ أَيْنَ يَذْهَبْ. Artıqdır ki, bu kimsə, haqqı rədd edən kimsə doğrunu, haqqı tapa bilməz, çaşbaş qalar və hara getdiyini bilməz. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, Bəl kəzzəbu bil haqqi ləmmə cəəhum fəhum fi əmrin məric. Allah Teala, yəni kafirlər barəsində buyurur ki, o vaxt ki, onlara haqq gəldiyi zaman, onlar o haqqı yalanladıqlarına görə, təkzib etdiklərinə görə, qəbul etmədiklərinə görə onların deyir, işi çaşbaş qaldı. Yəni, hara gedəcəklərini, neynəyəcəklərini bilmədilər. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfirukə və ətubu iləyik.